Herkese salam illər, kanalıma xoş gəlmisiniz. Bu gün sizlərlə feilin qrammatik məna növləri haqqında danışacağıq. Bilirəm ki, bu mövzu bəzilərimizə asan gəlsə də, bir o qədər şagird üçün də bu mövzu çətin bir mövzudur. Amma bu mövzunu mən bacardığım qədər sizin üçün asan yollarla izah edəcəm və püf nöqtələrini türkçülər demiş qeyd edəcəm ki, testləri gördükdə ümumiyyətlə biz çətinlik çəkməyək. Əvvəlcə bir kameramı düzəldim. Deməli, feilin qrammatik məna növləri 3 şeyin vəhdətində yaranır. Subyektin, obyektin və belə deyim də, hərəkətin. Subyekt nədir? Subyekt işi icra edəndir. Bu bir insan da ola bilər, bu bir heyvan da ola bilər, bu bir bitki də ola bilər, bu bir ağac da ola bilər. Yəni subyekt qrammatik bir anlayışdır. Yəni subyekt sırf insan olmalıdır deyə bir şey yoxdur. İşi icra edən yazırıq subyektimizə. Yazırıq işi icra edən. Bəs obyektimiz nədir? Obyekt üzərində iş icra olunandır. Üzərində iş icra olunan. İndi bir cümlə də yazacağam, onun üzərində hər birini göstərəcəm. Hərəkətimiz də bizim feilimizdir. İş. Hərəkətimiz bizim işimizdir, feilimizdir. Bir dənə nümunə yazırıq. Deyirəm ki, Aytac otağı təmizlədi. Baxaq, Aytac işi icra edəndir. Deməli, bizim subyektimizdir. Otağı üzərində iş icra olunandır. Təmizlənən yer otaqdır da. Ona görə bu obyektimiz olur. Və təmizlədi. Bizim işimizdir, iş, feil yəni. Yəni, hərəkətimiz də olduğu təmizlədi. Və biz bu üçünün, məhz bu subyekt, obyekt və obyekt hərəkət. Bu üçünün vəhdəti nəticəsində feilin qrammatik məna növlərini yaratmış olacaq. İndi bir-bir gəlin, baxaq feilin qrammatik məna növlərinə. Ən birinci danışacağıq məlum növdən. Məlum növün bizdən iki tələbi var. Deməli, feildə ümumiyyətlə şəkilçi yoxdur. Yəni, qrammatik göstərici deyilik biz şəkilçiyə. Qrammatik göstəricimiz yoxdur. Və ikinci əsas məsələmiz nədir? İşi görən məlum olmalıdır. İşi görən məlumdur. Məlum növümüz çox sadədir. Və məlum, ümumiyyətlə, feilin qrammatik məna növ şəkilçilərinin hər biri leksik şəkilçilər hesab olunur. Və feilin məlum növünün də müəyyən bir şəkilçisi olmadığına görə, burada feillər həm sadə quruluşuna görə, həm düzəltmə, həm də mürəkkəb ola bilər. Həm sadə ola bilər, həm düzəltmə ola bilər, eyni zamanda da mürəkkəb ola bilər. Bu sadə məsələsində diqqətli olmaq lazımdır. Yəni, feilin qrammatik məna növləri içərisində bir dənə məlum növ sadə olur. Bunun da səbəbini izah elədik ki, məlum növün şəkilçisi yoxdur. Şəkilçisi yoxdur deyənə bu növ sadə ola bilər. Amma digər qrammatik məna növləri ya düzəltmə olacaq, ya da mürəkkəb olacaq. Heç biri sadə ola bilmir. Bu sadə olmaq xüsusiyyəti ancaq məlum növə aiddir. Gəlin bir dənə nümunə yazaq. Deyirəm ki, tutaq ki, Leyla qapını açdı. Bu oldu bizim cümləmiz. Açdı kim? Leyla. Qrammatik məna subyektimiz cümlədədir. Feildə hər hansı bir leksik şəkilçi yoxdur. Qapı da obyektimizdir, o da cümlədədir. Bu oldu məlum növ. Bura qədər hər şey aydındırsa, keçək ikinci qrammatik məna növümüzə, yəni məchul növə. Yazaq məchul. Məchul növün iki şəkilçisi var. I üstü 4, I üstü 4. Məchul növ. Məchul növün bizdən tələbləri var. Birinci tələb odur ki, feildə I və yaxud I şəkilçisi olsun. İkinci tələb odur ki, subyekt məlum olmasın, yəni məchul olsun. Məlum olmasın. Üçüncü tələbi odur ki, obyekt mübtəda rolunda çıxış etsin. Mübtəda rolunda çıxış etsin. Deməli, bu üç tələbi var. Birincisi, feildə I və yaxud I şəkilçisini görməliyik. İkinci cümlədə subyekt məlum olmamalıdır. Üçüncü də obyektimiz mübtəda rolunda çıxış eləməlidir. İndi biz bayaq bir cümlə yazmışdıq ki, Leyla qapını açdı. Gəlin, bu həmin cümləni biz çevirək, belə deyim, məchul növə. Açdı feilinə I şəkilçisi əlavə olunmalıdır. Yəni, açıldı. Subyektimizi cümlədən atmalıyıq. Yəni, subyekt cümlədə olmamalıdır. Yəni, burada Leyla qapını açdı cümləsində Leylanı cümlədən atırıq. Obyektimiz nə idi? Qapı. Qapını da gətirib qoymalıyıq mübtəda yerinə. Yəni ki, olur nə? Qapı açıldı. Bəs, belə bir sual ola bilər ki, cümlədə yəni subyekt heç mi olmamalıdır? Ola bilər. Bir növ nə edəcəyik? Qapı Leylanın gətirdiyi tamamlıq vəzifəsinə. Leyla tərəfindən açıldı. Baxın, məlum növlə məchul növ demək olar ki, bir-birlərinin əksidirlər. Məlum növdə subyektimiz mübtədaydı. Məchul növdə subyektimiz belə deyim, tamamlıqdır. Məlum növdə tamamlıq obyektidir. Məchul növdə obyekt artıq mübtəda rolunda çıxış edəcək. Yəni, məlum növdə məchul növ bir-birlərinin əksidirlər və bunlar yer dəyişdirə bilirlər. Yəni, orada subyektlə obyekt bir növ yerini dəyişir. Aydın oldusa, keçək artıq qayıdış növə. Deməli, üçüncü məna növümüz, təzə səhifə açaq. Qayıdış növ. Bəs bu qayıdış növ nədir? Qayıdış növdə qayıtmaq sözünü yadınızda saxlayın. İşi qayıdıb öz üzərində icra edəcək. Və qayıdış növündə iki tələbi var. Bunun da şəkilçiləri I üstü 4, I üstü 4-dür. Yəni biz feildə mütləq ki, bu iki şəkilçidən birini görməliyik. Və ikinci məzmununa uyğun olaraq da nə olmalıdır? Qayıdış növdə iş öz üzərində icra olunur. İş öz üzərində icra edəcək. Məsələn, deyirəm ki, nümunə yazaq bir dənə. Əsgər irəli
atıldı. Yəni əskəri heç kim götürüb qabağa atmır. Əskər özü-özünə irəli atılır. Ona görə də qayıdış növündən, yəni məhsul növü şəkilçiləri eyni olmağına baxmayaraq, biz bunları belə deyim də fərqləndirməliyik. Deməli, məhsul növdə işi görən məlum olmurdu, məhsul olurdu, obyektimiz mübtəda olurdu, amma qayıdış növdə iş biraz fərqlidir. Qayıdış növdə iş öz üzərində icra olunmalıdır. Bəs belə bir sual ortaya çıxa bilir ki, qayıdış növündən məhsul növdə hər dəfə feillər eyni mi şəkilçini qəbul edir? Xeyr. Çox vaxt eyni şəkilçini qəbul edə bilirlər. Məsələn, gəlin iki nümunə yazaq ki, bu hər iki nümunədə də şəkilçi eyni olacaq, amma biri məlum növdə olacaq, biri məhsul növdə olacaq. Məsələn, qeyd edirəm ki, bacım otaqda bəzəndi. Bir də deyirəm ki, otaq bəzəndi. Belə bir nümunə yazmışam da. Bacım otaqda bəzəndi. Bacım özü özünə bəzənir də, yəni saçını düzəldir, makyajımı eləyir, hər nədirsə. Bacım özü özünə eləyirdi, yəni bu olacaq nə? Qayıdış növ. Amma otaq heç bir halda öz özünə bəzənə bilməz. Otağı mütləq ki, kimsə bəzənməlidir. Avtomatik artıq burada nə olacaq? Bu bəzəndi olacaq məchul növdə. Yəni otaq kimsə tərəfindən bəzənir. Biz o həmin kimsə kimdir bilmirik. Yəni məchul məlum deyil. Deməli, bəzi feillər həm məchul növdə, həm qayıdış növdə eyni şəkilçini qəbul edə bilir. Amma bəzi feillərimiz var ki, bunlar belə deyim, məhsul növdə başqa şəkilçini qəbul edəcək, qayıdış növdə başqa şəkilçini qəbul edəcək. Belə feillərdən biri yudu, biri dedi, digəri döydü və gör. Digəri də gördü. Gəlin indi baxaq. Bunu necə yadımızda saxlayırıq? Məhsul növ yazıram bura. Bir də yazıram qayıdış. Məhsul növdə ı+4-ü qəbul edəcək. Məhsulun axırıncı icra hərfi ilə yadınızda saxlayın. Burada nə var? Ul. Deməli, bunlar məhsul növdə ı+4 qəbul edəcəklər hamısı. İndi hamısına aid nümunə yazacağım, biləcəyik. Amma qayıdış növdə avtomatik bunlar artıq ı+4 şəkilçilərini qəbul edəcəklər. Bu da necə olacaq? Məsələn, deyirəm ki, oğlan yuyundu. Yuyundu. Yəni oğlan özü özünə yuyunur da. Amma deyirəm ki, qablar yuyuldu. Yuyuldu. Görürsüz, ı+4-ü qəbul edəndə qab öz-özünə yuyula bilməz ki, onu kimsə yuyur. Yuyuldu olanda olacaq məchul növ. Amma yuyundu olanda olacaq artıq qayıdış növ. Qayıdış. Və yaxud o birləri artıq yazmıram, belə deyim. Məsələn, ana mətbəxdə deyinir, özü özünə deyinir. Amma söz kimsə tərəfindən deyilir. Yəni yazaq da, anam deyindi olsa olur qayıdış. Amma söz deyildi olsa deyildi. Bu nə olacaq? Olacaq artıq məchul növ. Çünki söz öz-özünə deyilə bilməz. Sözü kimsə deyir. Ürəyim döyündü. Ürəyi kimsə döymür ki, ürək döyündü. Olacaq nə? Qayıdış. Amma məsələn, oğru döyüldü. Oğrunu da kimsə döyür, yəni kimsə tərəfindən döyüləcək. Bu da olacaq nə? Məchul növ. Məchul. Belə, yəni məhsul növlə qayıdış növündə fərqləndirmə yollarını izah elədim. Bəzi feillərdə necə olduğunu, yəni şəkilçilərin bəzilərində necə olduğunu da burada sizə göstərmiş oldum. Deməli, heç də bütün feillər məlum və məhsul növdə eyni şəkilçini qəbul eləmir. Məhsul növdə başqa, məhsul növdə başqa, qayıdış növdə də başqa şəkilçini qəbul eləyə bilərlər. Qayıdışda izah elədiyimizə görə gəlin keçək şəxssiz növə. Artıq dördüncüdür. Olur nə? Şəxssiz növ. Şəxssiz növündə şəkilçisi eynidir, məhsulla qayıdışla eynidir. Şəxssiz növdə şəkilçisi ı+4, ı+4. Şəxssiz növün bizdən tələbləri var. Şəxssiz növ biraz narsistdir, özünü sevir. Nə subyekti qəbul edir, nə də mübtəda qəbul edir. Yəni subyekt məlum deyil, mübtədanın təsvir olunması mümkün deyil. Şəxssiz növündə tələbi bizdən budur ki, ı+4 qəbul eləsin şəkilçi olaraq, subyekt cümlədə olmasın, mübtədanın da təsəvvür olunması mümkün olmasın. Məsələn, deyirik ki, bir klassik nümunələrlə gedək, məsələyə baxıldı. Məsələn, rayonda buna tez rast gəlirsən. Baxıldı sözündə ıl var, rast gəlirsən, rayonda buna tez rast gəlinir, üzr istəyirəm. Gəlinir. Gəlirsən olanda məlum növdür. Gəlinir olanda artıq şəxssiz növ hesab olunacaq. Baxıldı, gəlinir. ı+4 və yaxud ı+4 şəkilçilərini qəbul edə bilərsiniz. Deməli, mən nəyi öyrəndim? ı+4'ü mən hər hansı bir feildə görmüşəmsə, 3 qrammatik məna növündən şübhələnməliyəm. Birincisi məchul növ. İkincisi qayıdış növ. Üçüncüsü də olacaq, deməli, şəxssiz növ.
Yəni mən ıl üstü 4-ü, ın üstü 4-ü sözdə gördüm. Bu üçündən şübhələnirəm. Və mən yadıma salmalıyam tələblərimi. Məchul növün tələbi o idi ki, subyekt olmasın, obyekt mübtəda rolunda çıxış etsin. Qayıdış növün tələbi o idi ki, iş öz üzərində icra olunsun. Şəxssiz növün tələbi o idi ki, subyekt olmasın, mübtədanın da ümumiyyətlə təsəvvür olunması mümkün olmasın. Yəni bu tələbləri nəzərə alaraq bu sözlərə yanaşsaz, bu üçünü bir-biri ilə qatmayacaqsınız. Nə olsun ki, şəkilçi eynidir. Üçünün tələbi tamam müxtəlif şeylərdir. Deməli, bu üçünü də bitirdiyimizə görə gəlin keçək artıq icbar növə. İcbar növ neçənci olacaq? 5-ci. 5-ci məna növümüz olur icbar növ. İcbar növün şəkilçisi artıq fərqlidir. İcbar növün şəkilçisi dır üstü 4 və t şəkilçiləridir. Dır üstü 4 və t şəkilçiləri icbar növün şəkilçiləri hesab olunur və icbar növün tələbi odur ki, bir subyekt olmamalıdır. İki subyekt icbar növdə olmağı məcbur, yəni məcburidir. 2 və daha artıq olmalıdır. 2 və daha artıq subyekt. Niyə belə olur? Burada birinci subyekt işi görmür, birinci subyekt işi ikinci subyektə gördürür. Yəni birinci subyekt işin icraçısı deyil, işin icraçısı ikinci subyektdir. Məsələn, deyirəm ki, atam ustaya ev tikdirdi. Atam işi görəndir? Yox. Atam birinci subyektdir. Birinci subyekt işi icra eləməyəcək. İşi kim görüb? Usta. Atam artıq işi ustaya gördürüb. Deməli bu cümlədə iki subyekt var. Amma heç də o demək deyil ki, subyektlərin hər biri cümlədə olmalıdır. Atam ev tikdirdi. Yəni heç ustanı bura yazmıram. Kimə tikdirdi bilmirəm, amma o ikinci adam var, mövcud. Aydındır. Ona görə də biz nə öyrəndik? Subyekt icbar növdə iki subyekt olmalıdır. Birinci subyekt işi görmür, ikinci subyekt işi gördürür. Bu da öz yerində ən axırda bunlarla bağlı bir sıra qeydlər qeyd edəcəm. Və 6-cı olur nə? Qarşılıq və birgəlik növ. Qarşılıq, birgəlik növ. Bu qarşılıq və birgəlik növ şəkilçiləri eyni ola bilər. Üç üstü 4. Amma bunların ortaq cəhətlərindən biri şəkilçidir. İkinci ortaq cəhət nədir? Bunların da işi bir nəfər tərəfindən görülmür. 2 və daha artıq nəfər tərəfindən görülür. İcbar növdə 2 nəfər var idi, amma birincisi işi görmürdü. Amma qarşılıq və birgəlik növdə hər iki subyekt işin icraçısı olacaq. Yəni hər ikisinin də ortaq cəhəti nədir? Bir dəqiqə. 2 və daha artıq subyekt. Yəni bu 2 və daha artıq subyekt tərəfindən artıq iş icra olunmuş olacaq. Bəs mən burada nə öyrənməliyəm? Qarşılıqla birgəliyi necə fərqləndirməliyəm? Baxın, hər zaman mən şagirdlərə deyirəm. Deyirəm ki, tutaq ki, bu birinci adamdır, bu mənim. Burada da bir adam var, bu da mənim. Bu birgəlik növ olsun. Birgəlik. Bu da olsun qarşılıq növ. Qarşılıq növdə mən işi icra eləyəndə həmin adam bu xəttin bu biri tərəfində olmalıdır. Burada olmalıdır. Məsələn, mən yanımdakı adamla yazışım ki, yazışmaq. Mən telefonun bu tərəfindəyəm, artıq yazışdığım adam harda olacaq? Telefonun bu biri tərəfində olacaq. Deməli, qarşılıq növdə işlər qarşı-qarşıya görünəcək. Yəni işi icra elədiyim adam mənim yanımda olmamalıdır. Mənim qarşımda olmalıdır. Yazırıq məsələn yazışmaq. Yazışmaq. Yaz kök iş şəkilçisinə yaranmış oldu və iş qarşılıqlı yerinə yetirilmiş oldu. Amma birgəlik növdə artıq işlər dəyişir. Burada mənim işi icra elədiyim adam, yəni bir yerdə işi gördüyüm adam mənim yanımda olmalıdır. Biz bu işi görəndə yanaşı olmalıyıq. Yanaşı olmalıyıq. Məsələn, yazırıq qaçışdıq. Qaçışdıq. Burada da şəkilçi üstü 4-dür, amma işi mən yanımdakı adamla birgə eləməmişəm. İşi gördüyüm yanımdakı adamla birgə eləmişəm. Yəni işi gördüyüm adam mənim qarşımda deyil, artıq mənim yanımdadır. Və bu qarşılıq və birgə növ də dedim axı 2 və daha artıq subyekt olmalıdır. Əgər mən hər hansısa bir feili tək istifadə edə bilirəmsə, deməli bu qarşılıq və yaxud birgə növdə olan feil deyil. Feil qrammatik məna növləri bu qədər. İndi sizə bəzi qeydlər göstərəcəm ki, biz bunlarda çaşmamalıyıq. Birinci feillərimiz, birincilər. Qaralmaq, durulmaq, saralmaq. Bu feillərdir. Gəlin əvvəlcə bunların hər birini kök şəkilçiyə ayıraq. Qaralmaq sözünün kökü qara sifətidir. L burada leksikdir, maq qrammatik. Duruldu da duru sifətdir. L ona leksik şəkilçi artırılır və onu feil eləyir. Saralmaq sözündə isə sadə sözdür. Yəni sarı sözündən yaranıb, amma artıq da fleksiya olduğuna görə ı düşür. Onun üçün mən bunun kökünü sarı götürə bilmərəm. Kök saraldır, saral. Və bu üçü də bunların üçü də məlum növdə olan feil hesab olunacaq. Məlum. Hava öz-özünə qaraldı da müəllimə. Su öz-özünə duruldu da müəllimə. Üzümüz öz-özünə saraldı da müəllimə. Nə olsun ki, öz-özünə saraldı? Birincisi, feillərdə əsas məsələ şəkilçidir. İkinci əsas məsələ onun məzmunudur. Və feilin qrammatik məna növ şəkilçiləri ancaq feili artırılmalıdır. Yəni feilin qrammatik məna növləri feildən düzəlir. Başqa nitq hissəsindən düzələ bilmir. Qaralmaq, durulmaq sifətdən düzəlir. Saralmaq sözü isə sadədir. Ona görə mən bunları götürürəm. Məlum növdə olan feil. Mən yox, yəni ümumiyyətlə qrammatikamız bunu belə götürür. Gəldik bu ikinci məsələyə. Dır üstü 4 şəkilçisi ilə bağlı danışaq. Dır üstü 4 şəkilçisi icbar növün şəkilçisidir. Amma bu o demək deyil ki, bütün dır üstü 4 olan sözlərin hər biri icbar növdədir. Biz icbar növ haqqında nə dedik? İşi birinci adam ikinci adama gördürməlidir. Mən məsələn götürürəm yandırdım sözünü. Yandırdım. Mən işığı yandırdım, mən işığı söndürdüm. Bu tip sözlərdə işi mən icra eləmişəm də, hər hansı birinə icra elətdirməmişəm. Ona görə bunlar məlum növdə hesab olunacaqlar. İcbar növdə yox, məlum növdə olan feillərdirlər. Ona görə bu tip məsələləri yadımızdan çıxartmayaq. Belə, yəni feilin qrammatik məna növləri ilə bağlı bir dənə də feilimiz qaldı. Iş üstü 4 ilə olanlarda. Məsələn, deyirəm ki, gəzişmək. Dedik ki,
Əgər bir feil bircəlik növdədirsə və yaxud qarşılıq növdədirsə, bu feil mütləq ki, 2 və daha artıq adam tərəfindən görülməlidir. Bir adam tərəfindən görülə bilməz. Məsələn, mən nümunə çəkirəm ki, gəzişməklə bağlı. Mən həyətdə, bu nə hıdır? Həyətdə gəzişdim. Mən tək gəzişdim, görürsüz? Ona görə də bu olacaq nə? Məlum növ. Məlum növ. Deməli, videomuz bura qədər idi uşaqlar. Əgər başa düşmədiyiniz hər hansı bir məqam varsa, rəylərdə yazmağı unutmayın. Kanalımı izləməyi unutmayın. Və daha çox belə mövzularda izahların gəlməyini istəyirsinizsə, bunu rəylərdə qeyd edin. Əgər hansı mövzunun gəlməyini istəyirsinizsə, mənə rəylərdə yazmağınız kifayətdir. Bununla yanaşı mənim Instagram səhifəmi də, TikTok səhifəmi də izləyə bilərsiniz. Orada da belə maraqlı paylaşımlar gündəlik olaraq paylaşıram, storylərdə də paylaşıram. Bu günlük bu qədər. Sağ olun.